Zeynəblə bağlantı yaradacaq. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək və məşğulluq alt sistemində 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədi ilə yenilik tətbiq edilib. Bu barədə Dövlət Əmək Müfəttişliyi xidmətindən məlumat verilib. Yenilik nədən ibarətdir? Əməkdaşımız Zeynəb Nadirova bizə çatdıracaq. Zeynəb, bir daha xoş gördük səni. İstəyirəm ki, bu yeniliklə bağlı detalları səndən eşidək. Nuranə, hər vaxtın xeyir olsun. Yeni informasiya ilə qarşınızdayıq. Bu bağlantıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni məlumatını izləyicilərin diqqətinə çatdıracağıq. Daha dəqiq desək, Nazirliyin nəzdində xidmət göstərən Dövlət Əmək Müfəttişliyi xidmətinin yeni informasiyası var. Belə ki, 16-18 yaş aralığında çalışanlar ki var, onlarla bağlı yeni, belə deyək, tətbiq üzərindən yeniliklər istifadəyə verilib. Bu informasiyanı izləyicilərlə bölüşək ki, hansı yeniliklərdir? İlk olaraq qeyd eləyək ki, əmək və məşğulluq alt sistemində 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədi ilə yenilik tətbiq edilib. Eyni zamanda həmin tətbiq üzərindən başqa bir yenilik də var. Bu detalları isə tək çatdırmayacağım. Elə qurumun rəsmisi ilə bağlı izləyiciləri məlumatlandıracağıq. Qonağım isə Aynurə Tağıyevadır. Dövlət Əmək Müfəttişliyi xidmətinin əmək münasibətlərinin rəqəmsallaşdırılması şöbəsinin müdür müavini. Aynurə xanım, xoş gördük. Yeni məlumatı izləyicilərlə bölüşək. Təbii ki, bu yaş kateqoriyasında çalışanlar da var. Onlara maraqlıdır ki, bu yenilik nədən ibarətdir? Eşidək sizi. Salam, xoş gəlmişsiniz. Deməli, əmasda daim mütəmadi işlər aparılır. Əmasın təkmilləşdirilməsi ilə bağlı. Bu yeniliklərdən biri də 16-18 yaş aralığında işçilərin məzuniyyət hüquqlarının, eyni zamanda iş saatlarının qorunması, əmək hüquqlarının qorunması məqsədi ilə dəyişiklik edilmişdir. Bu dəyişikliklərdən biri də, deməli, 16 yaşına dək işçilərin əmək müqavilələrini sistemə daxil etdiyimiz zaman onların məzuniyyət günlərinin deməli 42 təqvim günündən az olmayaraq, eyni zamanda 16-18 yaş aralığında işçilərlə əmək müqaviləsi bağlanarkən 35 təqvim günündən az olmayaraq məzuniyyət günlərinin daxil edilməsidir. Bu da Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasəndir. Növbəti dəyişikliyimiz də Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən iş vaxtının rejimidir. Eyni qayda ilə həmin iş vaxtının qanunvericidə nəzərdə tutulan müddətlərdən çox daxil edilməsinə məhdudiyyət tətbiq edilmişdir. Növbəti dəyişikliyimiz isə iş yerinə dair arayışdır. Bildiyiniz kimi işçilər əmasa daxil olub öz şəxsi kabinetlərindən iş yerinə dair arayışı əldə edə bilərlər. Bundan əvvəl əsas iş yeri üzrə, yəni qüvvədə olan əmək müqaviləsi əsasında arayış əldə edirdisə, hal-hazırda əgər işçi əvəzçilik qaydasında əlavə iş yerində çalışırsa, həmin əlavə iş yeri üzrə də arayışı əldə edə bilər. Təşəkkür edirəm bu yenilikləri izləyicilərimizlə bölüşdüyünüz üçün. Bəli, Nuranə, artıq qeyd eləyək ki, Dövlət Əmək Müfəttişliyi xidmətindən olan məlumatımız bundan ibarət idi. Tətbiq üzərindən bir neçə yenilik istifadəyə verilir. Elə bu istiqamətdə də həmin yaş kateqoriyasında çalışan şəxslərə məlumatları ötürdük. Bir daha qeyd edirik ki, əmasdan gedirdi söhbət, əmək və məşğulluq alt sistemi ilə bağlı yeniliklər də bundan ibarət idi. Sözü yenidən sənə ötürürəm. Təşəkkür.